Salam əziz izləyicilərim. Sizinlə yenə Kamilladır. Kanalımda sizi xoş gördüm. Zəhmət olmasa bu videonu bəyənəsiz ki, bir çox insanların qarşısına çıxsın. Necə deyərlər, zəhmətim yerdə qalmasın. Bu vlogda biraz sual-cavab eləyək. Sizdən gələn suallardır. Sizə xoş izləmələr arzu edirəm. Nəysə, sual-cavabımıza başlayaq. İlk sual, qaynanama və qaynatama ana, ata deyirəm ya yox? Xeyr, demirəm. Ad ilə çağırıram onları, amma sən ilə yox, siz ilə danışıram. Mən bilmirəm niyə belədir, amma ata deməyə çəkinirəm və yaxud ana deməyə. Düzdür, öz qızı kimi rəftar ediblər hər zaman. Amma mən biraz bir təhər oluram. Elə desəm, öyrəşməmişəm. Utandırıcı gəlir mənə niyəsə, biraz utancaq insanam. Əslində hörmət ilə yanaşıram və mənə uyğundur siz ilə söhbətlərimizi davam eləməyə. Əslində Azərbaycanda qız ərə gedəndə ana çağırmağa başlayır. Bu ona hörmət qazandırır və məncə ən universal sözdür. Amma bu söz mənlik deyil. Məsələn, qərb tərəflərdə, Amerikada falan, orada elə demirlər. Daha çox məsafə saxlayırlar və adla rəsmi müraciət edirlər. Uyğun sayılmır yəni. Hər gün çalışırıq Alinka ilə biraz gəzək, səhər olsun və axşam tərəfi çıxıb gəzə bilərik parkda. Gələn vlogda isə qızlar, pankekin reseptini verəcəm sizə. Əgər kimsə bilmirsə, Alina ya sıyıq verirəm səhərlər, ya da ki pankek ola bilir. Ona görə gələn vlogu da qaçırmayın, orada maraqlı resept olacaq. Siz isə izləməyə davam edin. Это что, Алинка, шишка? Шишка? Şişka. Harda qaldıqsa davam eləyək. Qafqazda, məsələn, həmin Türkiyədə, şərq tərəflərdə ana, ata deməkləri normaldır. Dedim biraz belə uzun cavab verim. Qaynanamdan bir dənə fakt deyim sizə. Onun adı Leyladır. Mənim anamın da adı Leyladır. Yadımdan çıxıb, bilmirəm, paylaşmışdım sizinlə ya yox. Bunlar banko suxariləridir. Bizim suxarilərdən biraz fərqlənir. Yapon suxariləridir qızlar. Bunlar tam storda satılır. Burada neçə kilodur? 1 kilodur 7 manat, 7-8 manat arasıdır. Yəni bunları niyə almışam? Çünki bunlar biraz böyük xırda deyil, böyük çörəkdən hazırlanıb, ağ çörəkdən. Yapon üsulu. Belə görürsünüz, tempura krevetləri məsəl üçün hazırlamaq üçün, xırxırt olmağı üçün. O gün soğan halqaları düzəltmişdim. Bilmirəm sizə maraqlıdır belə şeylər ya yox. Yoldaşım dedi ki, dadlıdır. İndi istəsəz maraqlıdırsa məhəllələrdə yazın. Bu cür bunlarla olan reseptləri paylaşacağım. Həm kotletlər də dadlı alınır bunlarla, xırxırt, nagetslər falan belə şeylər. Nəysə, çox sərfəlidir. İndi bunları bilmirəm, belə saxlayım yoxsa başqa qaba qoyum. Bunu da yadınızda da Trendyoldan almışdım. İndi belə pis günə düşüb, qırılıb, qırıq da gəlmişdi. Artıq da belə əyri olub. Belə şeyləri mən ümumiyyətcə saxlamıram evdə heç vaxt, qırıq şeyləri. Ona görə bu da gedir, tullanır deyə. Gecə isə indi ikinci suala, neçə kiloyam və pəhrizə davam edirəm. Əslində heç bir pəhriz bu dəqiqə saxlamıram. İstədiyimi yeyirəm, sadəcə çörək yemirəm və qazlı içkilər. O da nadir hallarda olar. Çörək niyə yemirəm? Mən çörəkdən çox tez kökəlirəm. Hamiləlikdən sonra bədənim kökəlməyə meyilli olub elə bil. Hamiləlikdən, ümumiyyətcə evlilikdən əvvəl hardasa 59-60 kilo olmuşam. Hamiləlikdən sonra isə bilmirəm niyəsə bədənim çox tez su yığmağa başlayır. Biraz çox yesəm su yığır bədənim özünə. 67 kiloyam indi hal-hazırda. Mən ümumiyyətcə pəhrizə başlamışam 73 kilodan. Çox asan və tez düşmüşəm onda. Çox ağır tuturdum özümü. Gündə 2-3 hardasa litr su içirdim. Heç bir şəkər, nə duz, heç nə istifadə eləmirdim. Əslində belə arıqlamaq çox ziyandır. Gərək sağlam arıqlayasan. Gəldim, düşdüm 63 kiloya və ondan sonra başladım yenə yeməyə. Mən özümə nəsə qadağa qoyanda, nəsə yeməyəndə tam tərsini edirəm. Daha da çox yeməyə başlayıram. Alinka ilə biraz çətindir indi pəhrizi saxlamaq. İnşallah yenidən başlasam, siz mütləq verəcəksiniz. Hələ ki hər şey yeyirəm, amma az miqdarda. Elə olur ki, bir gün çox yeyirəm, bir gün az yeyirəm. Necə gəldi qidalanıram? Belə deyə bilərəm. Bu sualı da belə cavablandırdım. Növbəti sual, izləyicilərimlə görüş eləmək fikrim var ya yoxdur?
Düzünü desəm, bundan heç bilmirəm. Yəni necə edirlər, bu haqqda heç düşünməmişəm. Elə məni və Alini Nərimanov parkında çox görə bilərsiniz. Kim görmək istəsə mənə yaza bilər. Parkda görüşə bilərik. Amma toplu belə yığılmaq üçün cəsarət lazımdır məncə. Çünki mən elə də məşhur insan deyiləm. Olmaq da istəmirəm əslində. Sadə insanam və çox diqqət sevməsəm də vlog çəkməyə çox həvəsliyəm. Ona görə inanmıram ki, izləyicilərlə bir görüş olar. Bu yaxınlarda deyirəm, yəni onu bilirəm ki, mənim fikrim dəyişə bilər. Əslində belə bir görüş təyin eləsəm, mütləq xəbər verəcəm. Bir də qızlarım, axırıncı bir sual qalıb. Onu da birazdan indi cavablandıracağam. İndi isə keçək sizinlə bir dadlı yemək bişirək. Yemək də deyil, qəlyanaltıdır. Multivarkada burada kartoşka qoymuşdum. Özü pişirirdi. Bu arada mən Alini yatsırana kimi 46 dəqiqə göstərirdi. Öncədən bu qəlyanaltını kim düzəltmək istəyəcəksə, nuş olsun əvvəlcədən. Sizə də xoş izləmələr.
Buradan köhnə suala qayıtmaq istəyirəm. İzləyicilərimə öz balaca ailəm kimi baxıram. Çünki məni izləyən hər bir insan, az izləyicim olsa da mənə bu bəsdir. Gələcəkdə çoxalsa izləyicilərimin sayı, düzdür, xoşbəxt olacağam bir tərəfdən ki, bu qədər insan əziyyətimə dəyər verir. Əziyyət pis çıxır. Mən çəkdiyim vloqları çoxlu vaxt aparır. Və mən belə yalandan yola verib nəsə çəkmirəm. Öz həyatımdan bir neçə olanları sizinlə paylaşıram. Bildiyim, sınadığım reseptləri və sair kimi şeylər. Əziyyət deyil, yəni başqa sözdür. Çox həvəslənirəm. Belə baxıram ki, insanlar like eləyir, yorum yazır. Bir neçə insan yazır da, yəni yaşları da az deyil. Mənim üçün bu çox dəyərlidir əslində. Yaxşı ki varsınız. Bir də xanım yazmışdı ki, o çox istərdi ki, onun qızı Nuray Aylinka ilə parkda bir yerdə oynasınlar. Belə mənə Instagramda yaza bilərsiniz. Görüşə bilərik. Yəni onları görüşdürə bilərik. Sual da deyildi, yəni bu üzr istəyirəm təklif idi. Bura kimi izlədiyiniz üçün çox təşəkkür edirəm. Gələn vloqda görüşərik. Gününüzdən müğayət olun. Hələlik.